Salam, hər vaxtınız xeyir olsun. Bugün hüceyrəsiz orqanizmlər, virusların suallarının izahına baxırıq. Birinci sual. Virusların törətdiyi xəstəlik. A variantı qarın yatalağı bakterial bir xəstəlikdir. Vərəm bakterial bir xəstəlikdir. Malyariya bir hüceyrəli malyariya parazitinin törətdiyi xəstəlikdir. Dizenteriya isə yenə də bir hüceyrəli heyvan dizenteriya növünün törətdiyi xəstəlikdir. Çiçək isə virus xəstəliyidir. Hüceyrədən kənarda yaşaya bilmir və onların çoxu xarici mühitdə kristal formasında olur. Bu xüsusiyyət adından da bəlli olduğu kimi viruslara aid bir xüsusiyyətdir. Virus xəstəlikləri hansılardır? Bunu tapmaq üçün virus xəstəliklərini əzbərdən bilməliyik. Qarın yatalağı bakterial bir xəstəlikdir, veba bakterialdır, taun bakterialdır və burada dizenteriya bir hüceyrəli heyvanın törətdiyi xəstəlikdir. Qızılca, qrip, poliomiyelit və çiçək isə virus xəstəliklərinə aiddir. Hüceyrəvi quruluşa malik olmayan varlıqlar necə adlanır? Adından da bəlli olduğu kimi viruslar adlanmış olur. Virus sözünün latın dilindən tərcüməsi zəhər deməkdir. Virus fagos necə tərcümə olunur? Virus zəhər, fagos uduram deməkdir. Yəni zəhər udmaq mənasını verir. Uyğunluğu müəyyən edin. Biz bilirik ki, mikroorqanizmlər hüceyrəvi quruluşu olub-olmamasına görə hüceyrəsiz quruluşlu, bir də hüceyrəvi quruluşlulara bölünürlər. Hüceyrəvi quruluşlular da prokaryot, ekaryot olaraq yerə bölünürlər. Hansı ki, ekaryotlar nüvəlidir, prokaryotlar nüvəsizdir. Hüceyrəsiz quruluşlular isə viruslardır. Yəni, burada biz virus tapırıq. Burada bakteriyalara fikir veririk. Burada isə istənilən, yəni bakteriyalardan başqa digər aləmlərin nümayəndələrini seçirik. Və A variantında tütün mozaikası virusu verilmişdir. B variantında bakteriyalar verilmişdir. C variantında xlamida monada göstərilmişdir. Ekaryotlara aiddir, nüvəlidir. D variantında adi amöb nüvəlilərə, yəni ekaryota aiddir. Y variantında isə yenə virus xəstəliyi göstərildiyinə görə 1A-Y və 2-yə getdi B, 3-ə getdi C-D, yəni cavabımız D variantıdır. Yosunları göy yaşıl yosunlardan, yəni siano bakteriyalardan fərqləndirən cəhəti göstərin. Yəni ki, göy yaşıl yosun bakteriyalardır, yosunlar da bitkilərə aiddir. Hüceyrə divarının olması həm bakteriyalarda, həm bitkilər olan yosunlarda var. Yosunlar sporla, məsəl üçün ulotrixinin zigotunun bölünməsi nəticəsində 4 dənə spor əmələ gəlir və sporundan da yetkin fərqlər əmələ gəlmiş olur. Amma göy yaşıl yosun, hansı ki, siyanobakteriya spor əmələ gətirərək ətraf mühitin əlverişsiz mühit şəraitindən qorunurlar. Yəni, bu onların fərqidir. Avtotrof qidalanma həm yosunlara məxsusdur, həm siyanobakteriyaya məxsusdur. Bir hüceyrəli olması, məsələn, xlamida monada, xlorella, bunlar bir hüceyrəlidir. Həmçinin siyanobakteriyada, xlorofilin olması da hər ikisində var. 9. Viruslar olan mühitə qidalı maddələr əlavə etməklə onların çoxalmasına nail olmaq mümkün deyil. Viruslar olan mühitə nə qədər qidalı mühitdə əlavə etsək, virus hüceyrəvi quruluşu olmayan varlıqlardır. Mütləq ki, orada hüceyrələr olmalıdır ki, virusların sayı da çoxalsın. Ona görə viruslar çoxalmaq üçün başqa hüceyrəvi orqanizmlərin mövcudluğu zəruridir cavabı doğrudur. Cavabımız A variantıdır. Hüceyrə nəzəriyyəsi aid edilə bilməz. Ağzımızda hüceyrə nəzəriyyəsi deyirik. Yəni, hüceyrəsi olmayan virusa biz hüceyrə nəzəriyyəsini necə tətbiq edək? 11. Mövcud olan iki növ nuklein turşularından, yəni DNT-dən və RNT-dən yalnız birinə malik olan canlı varlıqların adı latıncadan necə tərcümə olunur? Yadınızda saxlayın. DNT və RNT-dən viruslar elə bir varlıqlardır ki, ya DNT tərkibli olurlar, ya RNT tərkibli olurlar. Amma ekaryot və prokaryotların hamısında həm DNT olur, həm RNT olur. Yəni, onlarda 5 növ azot əsası, 8 növ nukleotit olur. Amma viruslarda 4 növ azot əsası, 4 növ nukleotit olur. Çünki onların ya DNT-si, ya da ki, RNT-si olmuş olur. Və virus sözünün də latıncadan tərcüməsi zəhərdir. Şəkildə təsvir olunan polimerləri hansı monomerlərdən təşkil olunmuşdur? Şəkildə tütün mozaikası virusu təsvir olunmuşdur. Tütün mozaikası virusu zülal kapsiddən, kapsidi və nuklein turşusu isə RNT-dən təşkil olunmuşdur. Zülal kapsidin monomeri amin turşusudur, RNT-ki isə nukleotiddir. Ona uyğun cavab variantı amin turşularından və nukleotid. Nukleotid RNT-nin monomeridir, amin turşuları isə zülalların monomeridir. Qrafikdə qidalı mühitdə
yerləşdirilmiş virusun müxtəlif zamanlardakı sayı əks olunmuşdur. Bu virusun T1 və T2 zamanındakı artımın səbəbi verilənlərdən hansı ola bilər? Təbii ki, mühitə vitamin. Sən virus, belə deyək, çoxaltmaq istəyirsən, virusun çoxalması üçün mütləq mühitdə canlı hüceyrə olmalıdır. Sən ona vitamin də, qlükoz, amin turşusu əlavə etsən də, onun heç bir mahiyyəti yoxdur. Mütləq ki, mühitə canlı hüceyrə daxil edilməlidir. Yəni, cavab variantımız B variantıdır. Tütün mozaikası törədicisini, yəni şəkildə göstərildiyi kimi söhbət bu şəkildən gedir. Tütün mozaikası törədicisini təşkil edən molekulları hidroliz etsək, hansı ki, bayaq dedik ki, biz zülallardan təşkil olunmuşdur. Zülal kapsid və RNT-dən təşkil olunmuşdur. Zülalın tərkibi amin turşusundan, RNT-ninki isə nukleotidlərdən təşkil olunmuşdur. İndi bizə deyir ki, tütün mozaikası törədicisini təşkil edən molekulları, yəni zülal və RNT-ni hidroliz etsək, aşağıda verilənlərdən hansılar alına bilər? RNT-nin tərkibində urasil varmı? Var. Zülalın tərkibində amin turşusu varmı? Var. Yəni, mən biri götürərəm. RNT-nin tərkibində riboza var, amma dezoksiriboza yoxdur. Ona görə 2-yi ləğv edərəm. Amin turşusu zülalın tərkibində varmı? Var. Amma timin RNT-nin tərkibində rast gəlinmir. Timinin yerinə urasilə rast gəlinir. Ona görə 3-ü də götürmərəm. Burada cavabımız yalnız C variantıdır. Hansı xəstəliyin törədicisi öz həyatı üçün zəruri olan zülalları özü sintez edə bilər? Biz belə deyəcəyik, virusları ləğv edərik, yəni ixtisar edərik. Ona görə ki, onlar zülalları özü sintez edə bilmirlər və mütləq burada biz virus xəstəliklərini tanımalıyıq. Ensefalit virus xəstəliyidir, QİÇ virus xəstəliyidir, polimelit virus xəstəliyidir, skarlatina bakteriyal bir xəstəlikdir, tütün mozaikası virus xəstəliyidir. Gördüyümüz kimi cavab variantlarının 4-ündə virus, bir dənəsində skarlatina bakteriyal bir xəstəlikdir. Öz həyatı üçün zəruri olan zülalları özü sintez edə bilər deyirsə, skarlatinanı götürürük. Virusların törətdiyi xəstəliklər. Burada da mütləq xəstəlikləri tanımalıyıq ki, biz virusların törətdiyi xəstəlikləri tapa bilək. Vəba bakteriyal bir xəstəlikdir. Qızılca virus bir xəstəlikdir. Polimelit virusdur, çiçək virusdur, qrip virusdur. Malyariya heyvani bir hüceyrəli heyvanların törətdiyi xəstəlikdir. Skorbut C vitamini, C vitamininin çatışmaması nəticəsində yaralanır. Şəkərli diabet maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Vərəm bakteriyal bir xəstəlikdir. Raxit isə D vitamininin çatışmaması nəticəsində yaranmış olur. Virusların törətdiyi xəstəlik deyirsə, cavabımız olacaq 2, 4, 7 və 10. Yəni cavabımız B variantıdır. Qarın yatalağı vəba xəstəliyinin qarşısını alan virusun çoxalması üçün biz bilirik ki, qarın yatalığıdır, qanlı ishaldır. Vəba kimi xəstəliklərin qarşısının alınmasında bakteriofag virusundan istifadə edirlər. Çünki bakteriofag virusu həmin xəstəlikləri törədən bakteriyaların hüceyrəsindən istifadə edir. Onu məhv edir, özü isə çoxalır. Mütləq həmin virusların çoxalması üçün mühitə qarın yatalağı və vəba bakteriyaları daxil edilməlidir ki, həmin o xəstəlikləri törədən bakteriyaların hüceyrəsindən istifadə etsin həmin virus. Hansı canlıların skeleti bilavasitə virusla zədələnə bilər? Yadınızda saxlayın ki, məsəl üçün molluskulardır. Bilirik ki, onların çanağı var, çanaq var onlarda. Boğmayaqların xitini var, bilirik ki, xitin ibtidailərin bədənində ya çanağı var, ya kənardan çanaqla örtülmüşdür, kireçiskeletlə örtülmüşdür, mərcan polipləri də həmçinin. Və gördüyümüz kimi, burada hüceyrə deyilən bir şey yoxdur və virusların inkişafı, həmin skeleti zədələməsi üçün mütləq o hüceyrədən təşkil olunmalıdır və bu çanaqdır, xitindir, kireç çanaqdır kimi skelet növlərində, xarici skeletlərdə canlı hüceyrə olmadığına görə viruslar onları zədələyə bilmir və mütləq xordalların daxili skeleti, skelet osteosit adlanan hüceyrələrdən təşkil olunmuşdur ki, həmin o hüceyrələr viruslar tərəfindən zədələnə bilirlər. Hepatitis C virusu. 9-cu sinifdə hepatit C-nin şəkli var ki, hepatit C RNT-dən ibarətdir tərkibi. Tərkibində RNT var, üzərində kapsid var, onun üzərində lipid var. Lipidin də üzərində yenə də kənara doğru yönəlmiş zülal açar şəklində olan zülallardan təşkil olunmuşdur. DNT tərkibli viruslara aiddir fikri yanlışdır. Lipid qatına malikdir fikri doğrudur. İnsana əsasən çirklənmiş qida su vasitəsilə yoluxur fikri yanlışdır ki, bu hepatit A ola bilər.
Sonra qaraciyər hüceyrələrinin nekrozuna, bütün hepatit xəstəlikləri qaraciyər hüceyrələrinin nekrozuna, qurumasına səbəb olur və sarılıq baş verir. Fikri doğrudur. Antibiotiklərin təsirindən asanlıqla məhv olur. Antibiotiklər bakteriyaların məhvinə səbəb olur. Çox qəbul edildikdə də bakteriyaların davamlı hala gəlməsinə səbəb olur. Ümumiyyətlə virus xəstəliklərində əsasən insan orqanizmi daha güclü immunitetə malik olmalıdır ki, orqanizm viruslarla savaşa bilsin. İnsana qanla və cinsi yolla yoluxa bilir fikri doğrudur. Yəni, buradan bizdə doğru cavablarımız 2, 4 və 6-dır. İnsana həm qanla, həm də cinsi yolla yoluxa bilən virus xəstəlikləri hepatit A-dan başqa hepatit B, C və qiç xəstəlikləri hər biri həm qanla, həm də cinsi yolla yoluxa bilən virus xəstəliklərdir. Tütün mozaikası bayaq da dediyimiz kimi yuxarıdakı şəkildə göstərilmişdir. Tütün mozaikası xəstəliyinin törədicisi xlorofilin sintezini pozur. Bu virus verilən canlılardan hansında xəstəlik törədə bilər? Demək ki, xlorofili olan bitkiləri seçməliyik. Pomidorun xlorofili varmı? Var. Qızıl sarmaşıq bilirik ki, ümumi degenerasiya nəticəsində kökünü də itirib, yarpağını da, yaşıl rəngini də itiribdir. Onlar parazitlik edir. Xlorofili yoxdursa, onda parazitlik etməyəcək. Kartofda parazitlik edər. Solğun əzvay göbələklərə aiddir parazitlik etmək. Mukorda göbələklərə aiddir. Cavabımız 1-3 olacaq. Viruslar üçün verilənlərdən hansılar doğrudur? Viruslar bir nüvəli olur, fikri yanlışdır. Onun bir dənə kapsidi var, kapsid. Bir də ki, onun nuklein turşusu var. Yəni, Y DNT-si var, Y RNT-si var. Bir neçə xromosomlu olur, fikri də yanlışdır. Yalnız selluloza tərkibli qılaf olur, yanlışdır. Nuklein turşusu və zülalı olur, fikri doğrudur. Hüceyrəsiz həyat formasıdır, fikri doğrudur. Çox nüvəli olur, hüceyrə daxili parazitdir, fikri doğrudur. Bu da doğrudur. Üzüm maddə yaradan xüsusi struktura malik deyildir. Bu fikir də doğrudur. Yəni, üzüm maddə yaradan xüsusi strukturuna malik deyildir. Viruslar üçün verilənlərdən hansılar doğru deyildir? Burada doğru olanları istəmişdi. Doğru olmayanlar da elə yuxarıdakı kimi baxsaq, yəni variantlar baxıram ki, eynidir. Ona görə də elə 1, 2, 3 və deməli 6 olacaq. Baxaq, yenə də bir nüvəli olur, səhvdir. Bir neçə xromosomlu olur, səhvdir. Selluloza tərkibli olur, səhvdir. Nuklein turşusu və zülalı olur, düzdür. Hüceyrəsiz həyat forması düzdür. Çox nüvəli olur, səhvdir. Hüceyrə daxili parazitdir, düzdür. Üzüm maddə yaradan xüsusi strukturuna malik deyildir. Fikri də doğrudur. Səhv fikirlər 1, 2, 3 və 6-dır.